değerli Sumqayıtlılar ve Saraylılar, gözünüz aydın olsun. Sumqayıtı ve Sarayı birleştiren bu köprü yenilendi. Değerli izleyicilerimiz, tam bir il bundan önce bak hele bu durduğum yerde dayanıp ilk defa bu köprünün vəziyyətini çəkib xalqımıza, ictimaiyyətimizə təqdim elədim. Özünü daşımaq gücü ola bilməyən bir körpü idi yanınıza gəlirsə və üstündə böyük bir tıxac var idi. Tıxacda da mən özüm qalmışdım və tıxacdan bezdikdən sonra düşüb burada çəkiliş aparmışdım və körpünün azacaqlı vəziyyətdə olduğu barədə ictimaiyyəti uyarmışdım, yəni məlumatlandırmışdım. Və artıq aidiyyəti üzrə qurumların gördüyü iş göz qabağındadır və bu çox gözəl bir işdir və artıq möhkəm və illərlə bundan sonra 100 ilə bərabər qalan bir körpümüz artıq hazırdır. Bəli, dəyərli izləyicilərimiz, bu körpü həm dəmir yolunun, həm də su kanalının üzərində dayanır. Bir il bundan öncə çəkiliş apardığım zaman mən sütunları çəkmişdim və o sütunlar həmən körpünü daşıya bilməyəcək qədər yüklənmişdilər. Yəni artıq heç körpü özünü saxlaya bilmirdi. Və aidiyyəti qurumların müdaxiləsindən sonra artıq gördüyünüz kimi körpü göz qabağındadır və ürək açan bir vəziyyətdir. Bir il bundan öncə bu videonu paylaşanda bir sıra orqanlardan məni qınadılar ki, nə üçün çəkirsən, niyə bunu işıqlandırdın, amma nəticəni görəndə həqiqətən də ürək açıcı bir səhnə canlanır. Vaxtınız xeyirli olsun. Bura Sumqayıt şəhəridir. Bu körpü isə həm kanalın üstündən keçir, həm isə dəmir yolunun üstündən keçir. Sumqayıt şəhərindən Sarayı qovuşduran bir yerdir. Və gördüyünüz kimi bu körpünün vəziyyəti bax bu vəziyyətdədir. Kolonlarından bilinir ki bu körpü dinamik körpüdür. Yani bunun üzerinde hiçbir yük dayana bilmez. Bütün bu körpünün üstünde böyük bir tıxac yaranmasına sebep olur. İnsanları, kütleleri, böyük tonajlı maşınları, tırları, kamaz maşınlarını, burada daş pazarı da var. O körpünün başı daş pazarıdır. Bunun üstündə dayanmağa məcbur edir. Sabahları bu aşsa nələr baş verəcəyini siz artıq özünüz deyə bilərsiniz. Və aidiyyəti qurumlar buna müdaxilə eləməlidirlər. İnşaat və təmir işləri üzrə ekspert Muxtar Erturan bildirib ki, istismar müddəti keçmiş və əsaslı təmirə ehtiyacı olan körpülərdən biri də Sumqayıt şəhəri və Saray qəsəbəsi arasında olan su kanalının və dəmir yol xəttinin üzərindən keçən körpüdür. Körpü inşası zamanı infrastruktur dəyişiklikləri də oldu, dəyərli izləyicilərimiz. Qaz xətlərini kənara çəkdilər və çox sərgəli şəkildə quraşdırdılar. Və artıq bu körpünün üzərində gördüyünüz kimi həm insanlar üçün, həm də avtomobillər üçün ayrı-ayrı yollar qoyulub. Ən gözəli isə bilirsiniz nədir bu körpüdə? Səhər tezdən bu körpünün üzərindən dayanıb doğma Azərbaycanımıza doğan günəşi seyr eləmək bir başqa ləzzətdir.